Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Deməli uşaqlar, biz baxaq 5-ci sinif dərsliyinin ilk mövzusu olan natural ədədlər mövzusu var. Yaxşı, gəlin uşaqlar, başlayaq görək. Bu natural ədədlər nədir? Ümumiyyətlə natural ədəd dedikdə biz nə başa düşürük? Birinci, ilk öncə nəzərdən keçirək açar sözlərimizi. Deməli, açar sözlərdə burada nə var? Baxın, natural ədəd. Onluq say sistemi, mövqeli say sistemi, mövqesiz say sistemi, onun qüvvəti, qüvvətə yüksəltmə. İndi bir-bir baxaq. Baxın, natural ədəddən başlayaq elə açar sözlərin birincisindən. Baxın uşaqlar, natural ədədlər dedikdə biz nə başa düşürük? Ümumiyyətlə natural ədədlər sayma nəticəsində alınan ədədlərdir. Yəni bu nə deməkdir sayma nəticəsində alınan ədədlər? Tutaq ki, uşaqlar, stolun üzərində 5 dənə qələm var. Biz bu qələmləri sayanda necə sayırıq? Demirik ki, 0, 1, 2, 3, 4. Biz 0-dan başlayıb saysaq, burada neçə dənə qələm olar? 4 dənə, düzdürmü? Ona görə biz ümumiyyətlə nə isə sayanda 1-dən başlayıb sayırıq. Deməli, deyirik 1, 2, 3, 4, 5. Deməli, stolun üzərində neçə qələm var? 5 dənə qələm var. Bu da nə oldu? Deməli, sayma nəticəsində alınan ədədlər natural ədədlərdir. Deməli, bizim işlətdiyimiz adi 1-dir, 2-dir, 3-dür, 4-dür, 5-dir, 10-dur, 100-dir, 1000-dir. Bunlar hər biri uşaqlar natural ədədlər adlanır. Mən nə dedim indi? Dedim ki, biz nə isə sayanda 0-dan başlayıb saymırıq. Düzdürmü? Natural ədədlərin də qaydası odur ki, sayma nəticəsində alınan ədədlər. Buradan belə bir qərara gəldik ki, onda 0 natural ədəd deyil. Deməli, yadda saxlayırıq uşaqlar, 0 natural ədəd deyil. Ən kiçik natural ədədimiz 1-dir. Ən böyük natural ədəd də sonsuz sayda davam edir. Yəni, ən böyük natural ədədimiz yoxdur. Ən kiçik natural ədəd 1-dir. 0 da natural ədəd deyil. Yəqin ki, bunlar aydın oldu uşaqlar. Düzdürmü? İndi baxırıq onluq say sistemi. Ümumiyyətlə uşaqlar, biz bütün ədədləri yazanda hansı rəqəmdən istifadə edirik? 10 dənə rəqəmdir. Bu rəqəmlər hansılardır? Baxın, burada yazılıbdır. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni, bütün ədədlər bu 10 rəqəmin köməyi ilə yazılır da. Düzdürmü? Tutaq ki, biz nə yazır? 125 ədədini yazıram. 125-i yazanda biz 1, 2, 5. Bu 3 dənə rəqəmin birləşməsindən istifadə etdik. Deməli, bizim say olaraq 10 dənə rəqəmimiz var. Neçə rəqəm var desə, deyirik 10 dənə rəqəmimiz var. Deməli, ədədlər də hər biri bu rəqəmlərdən düzəlir. Məsəl üçün, yazıram 89. 8 ilə 9-un birləşməsindən, yəni 2 dənə rəqəmi götürüb birləşdirdik. Oldu 89. 56. 5 ilə 6-nı birləşdirdik, oldu 56. Yadda qalar uşaqlar. Deməli, neçə dənə rəqəmimiz oldu? 10 dənə rəqəm oldu. Bütün ədədlərdə bu 10 rəqəmin üzərində düzəldilir. Deməli, burada da qaydaları yazıblar uşaqlar. Bunları mən izahlı şəkildə hər birini sizə verdim. Yəni, burada nə demək istəyir? Deyir, saymaq üçün istifadə edilən ədədlər natural ədədlərdir. Bunu dedim. Ən kiçik natural ədəd 1-dir. Düzdürmü? Bunu da dedim. Natural ədədə 1 əlavə etdikdə növbəti natural ədəd alınır. Bu da bayaq dediyim qayda. Tutaq ki, 5-dir. 5-in üzərinə 1 gəlsək, neçə alınır? 6. Elə 6 da natural ədəddir da. Düzdürmü? Sonra natural ədədlər sonsuz saydadır. Bundan əlavə nə dedim uşaqlar? 0 natural ədəd deyil. Sonra ədədlərin adlandırılması, işarə edilməsi və yazılması qaydaları müxtəlif say sistemləri əmələ gətirir. İstifadə etdiyimiz onluq say sistemində bütün ədədlər 10 rəqəmin köməyi ilə yazılır. Baxın, bayaq dediyim. Deməli, biz bütün ədədləri yazarkən hansı rəqəmlərdən istifadə edirik? Baxın, burada yazılan 10 dənə rəqəmdən. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, bizim 10 dənə rəqəmimiz var. Bütün ədədlərdə bu 10 rəqəmin köməyi ilə düzəlir. Sonra uşaqlar, mövqeli say sistemi var. Baxın, açar sözlərin içərisində mövqesiz say sistemi var. Mövqeli say sistemi ümumiyyətlə nədir uşaqlar?
Baxın, yadda saxlayın. Mövqeli say sistemi dedikdə adi bizim işlətdiyimiz say sistemi. Biz hal-hazırda hansı say sistemindən istifadə edirik? Mövqelidən. Yəni tutaq ki 65, bütün istifadə etdiyimiz say sistemləri 5, yəni işlətdiyimiz ədədlər. Bunlar mövqeli say sistemidir. Mövqesiz say sistemi isə uşaqlar, baxın Rum rəqəmlərdir. İndi bunların da hər birini mən deyəcəm sizə nədirsə. Rum rəqəmləri, məsəl üçün, adi 5-ci sinifi biz belə yazmırıq, bu Rum rəqəmlərdir. 6-nı belə yazmırıq bu qaydada. Sonra 4-ü necə yazırdıq bu qaydada. Yəni, bunlar adlanır mövqesiz say sistemi. Sonra baxaq, keçək görək bunun davamında nə var? Onun qüvvəti. İndi səhifəmizi gətirək. Deməli, gətirdi uşaqlar, onun qüvvəti. Deməli, bu onun qüvvəti dedikdə nə başa düşürük? Baxırıq. Deyir ki, hər biri ona bərabər olan vuruqların hasili 10 ədədinin qüvvəti adlanır. Yəni, uşaqlar, baxın, biz bura yazırıq 10 üstü 4. Bu nə deməkdir uşaqlar? 10 üstü 4, o deməkdir ki, 10'u 4 dəfə öz-özünə vurursan. Bunun açılışı budur. Bəzən uşaqlar 10 üstü 4'ü necə yazır? Diqqətli olun uşaqlar burada. 10 vurulsun 4. Xeyr, bu 10 vurulsun 4 demək deyil. 10 üstü 4, onu 4 dəfə öz-özünə vur deməkdir. Deməli, yazıram 10 üstü 5. Burada uşaqlar yadda saxlayın. Baxın, bu 5 qüvvətin üstü adlanır. Baxın, adı qüvvətin üstü. Buradakı 10 isə qüvvətin əsası. Yəni, qüvvətin əsası, bu da qüvvət üstü. Yadda qalarmı? Deməli, 5 qüvvətin üstüdür. 10'dakı qüvvətin əsası. Yəni, oxunanda da necə oxuyuruq? Biz 10 üstü 5. Tutaq ki, yazıram 6 üstü 2. Necə oxuyuruq? 6 üstü 2. Baxın, bir uşaqlar, 2 yazılanda bunu siz 6'nın kvadratı da deyə bilərsiniz. 6 üstü 2 də oxuya bilərsiniz. Yəni, hər ikisini deyə bilərsiniz. Sonra, məsəl üçün, tək o 6'ya aid deyil, uşaqlar. Məsələn, 5 üstündə 2 yazıram. 5 üstü 2 də deyə bilərəm, 5'in kvadratı da deyə bilərəm. Eyni qayda kuba da aiddir. Məsələn, 4 üstündə 3 yazıram. Bunu 4 üstü 3 kimi də oxuya bilərik, 4'ün kubu kimi də oxuya bilərik. Yəni, 4'ün kubu haradasa görəndə deməyin ki, bu kub nədir? 4'ün kubu elə 4 üstü 3 deməkdir. Aydın oldu uşaqlar. Deməli, indi yenə də 1-2 dənə nümunə yazaq bura. Tam aydın olsun. Deməli, bir də yazırıq. Tutaq ki, yazılıb 6 üstü 4. Nə deməkdir? 6'nı 4 dəfə öz-özünə vur. Vurduq. Sonra 6 üstü 3 nə deməkdir? Ya da 6'nın kubu. 6'nı 3 dəfə öz-özünə vur. Yazırıq. 6 vur 6 vur 6. Yəni, eyni şey. Bu 10 üstü 2. Nə deməkdir? 10'un kvadratı. 10 vurulsun 10. 10 üstü 5 nə deməkdir? Onu 5 dəfə öz-özünə vurursan. Yadda qalarmı uşaqlar? Yəqin ki, burada çətin heç nə yoxdur. Bu oldu onun qüvvəti. İndi uşaqlar, mövqesiz say sistemi o ayrı bir mövzudur. İndi bura qarışdırmayacağım, çünki böyük bir izah alınacaq. İndi burada natural ədədlərin içərisində əsas nə var? İndi onun izahını verim uşaqlar. Natural ədədlər ümumiyyətlə böyük bir bizə ədəddir veribdir. Natural ədədlər haqqında danışdım. İndi bizə böyük bir ədəddir veribdir. Deyir ki, bu ədədi oxumaq lazımdır. İndi biz də bu ədədi necə oxumalıyıq? Bunun oxuma qaydasını bilmək lazımdır uşaqlar. Ədədi oxuyarkən hamı bir nəfər kimi yadında saxlasın. Ədədi oxuyarkən sondan başlayıb 3'ü ayırırıq. Baxın, bu ayırdığımız 3'ü siniflər adlanır. Bax, yadda saxlayın. Hər sinifdə mütləq şəkildə 3 dənə rəqəm olmalıdır. Mütləq şəkildə hər sinifdə 3 rəqəm olmalıdır. Ancaq ən böyük sinifdə hansı sinifdir? Ən sonuncu sinif. Burada siz 1 rəqəmdə görə bilərsiniz. 2 rəqəmdə, 3 rəqəmdə, ancaq 4-cü rəqəmi görə bilmərsiniz. Ancaq digər siniflərdə mütləq şəkildə 3 rəqəm olmalıdır. İndi bu siniflərin uşaqlar adları var. Deməli, təkliklər sinifi, minliklər sinifi, bu sıranı yadda saxlayın.
milyonluqlar sinfi, milyardlıqlar sinfi, bir də trilyonluqlar sinfi. İndi burada bu ədəddə yoxdur. Gəlin ədədimizi böyüdək, elə qeyd edək bura. Baxın, belə bir ədəd olsun. Bax, bu milyardlıqlar sinfi, bir dənə də əvvəlinə 3 artırıram. Olur bu da nə sinfi? Bu da oldu trilyonluqlar sinfi. Bir də deyirəm uşaqlar. Deməli, siniflərin adı təkliklər sinfi. Baxın, bura sırana yazıram. Təkliklər sinfi. Sonra gəlir minliklər sinfi. Qısa yazaq. Sonra milyonluqlar sinfi, milyardlıqlar sinfi, bir də trilyonluqlar sinfi. Yadda qalar uşaqlar. Baxın, bu sıra mütləq şəkildə əzbərlənir. Qeyd edəndə də sondan əvvələ doğru 3-ü çayırmana gedirik. Sondan əvvələ doğru. İndi biz yaxşı siniflərə ayırdıq. İndi bu ədədi oxumaq lazımdır uşaqlar. Ədədi oxuyanda necə oxuyursunuz? Bax, sinifdə iştirak edən ədədin adını çəkirsiniz, sonra sinifin adını deyirsiniz. Məsəl üçün, ben indi oxuyuram. 3 trilyon. Baxın, 3 trilyon. 234 milyard. 372 milyon. 456 min 745. Bir dənə oxuyan zaman uşaqlar sonuncu sinifin adı çəkilmir. Yadda qalarmı? Digər siniflərin hər birinin adını çəkirik. İndi digər nümunələr üzərində baxaq. Nə dedik uşaqlar? Ədədi oxuyanda sondan əvvələ doğru 3-ü çayırırıq. Sonra siniflərini adlandırdıq. İndi yazıram bura başqa bir ədəd. İndi bizə deyir ki, bu ədədi yazmısan. İndi ədədi oxu görək, bu ədəd hansı ədəddir? Deməli, yenə də ədədi oxumaq üçün nə eləməliyəm? Sondan başlayıb 3-3 siniflərə ayırıram. Ayırdım mı siniflər uşaqlar? Nə demişdik? Hər bir sinifdə mütləq şəkildə 3 dənə rəqəm olmalıdır. Ancaq ən sonuncu sinifdə, yəni ən axırıncı sinifdə burada bir rəqəm də ola bilər, 2 də ola bilər, 3 də ola bilər. İndi bizim bu ədədimizdə 3 dənə rəqəm oldu. İndi adlandıraq. Deməli, təkliklər sinifi idi. Sonra gəldi minliklər, sonra milyonluqlar, sonra milyardlıqlar sinifi. İndi yenə bu ədədi oxumaq lazımdır. Necə oxuyuram? 124 milyard. Baxın, ədədi oxudum, sonra sinifin adını çəkdim. 124 milyard, 567 milyon, 896 min, 756. Sonda demirik, 756 təklik. Təkliyin adını çəkmirik oxuyan zaman. Bir də deyirəm uşaqlar, 124 milyard, 567 milyon, 896 min, 756. Aydın oldu uşaqlar. Başqa bir nümunə yazaq. Yenə, indi bizə bir böyük bir ədəd verib, deyir, bu ədədi oxu. Yenə də necə ayırırıq uşaqlar? Sondan başlayıb 3-3 ayırırıq. Oxumaq üçün. Ayırdıq mı? Gəl, bir dənə də bura rəqəm yazaq. İndi bunu siniflərə ayırdıq. İndi siniflərin adını yazaq. Təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi, milyardlıqlar sinifi, bir də trilyon. İndi bir-bir. Ədədin adını çəkirik, sinifin adını deyirik. Ədədi oxuyub sinifin adını çəkirik. Deməli, 4 trilyon, 124 milyard, 578 milyon, 901 min, 243. Aydın oldu mu uşaqlar? Məncə burada çətin heç nə yoxdur. Bir dənə siniflərin adı mütləq şəkildə əzbərləsin. Hamı təkliklər sinifi, minliklər sinifi, milyonluqlar sinifi, milyardlıqlar sinifi, trilyon sinifi. Dedik ki, hər sinifdə mütləq şəkildə 3 dənə rəqəm olmalıdır. Ancaq ən böyük sinifimizdə bir rəqəm də ola bilər, 2 də ola bilər, 3 də ola bilər. Ancaq orada 4-cü bir rəqəm də ola bilməz. Bu da aydın oldu. İndi yaxşı uşaqlar, bir yaxdan biz deyirik ki, hər sinifdə 3 dənə rəqəm olur.
Yaxşı, bu 3 dənə rəqəm nədir? İndi bu 3 dənə rəqəmin də adı var. Elə baxın, üstdəki ədədimizi saxlayaq. Siniflərin də adını yazmışıq. Burada göstərək. Deməli, uşaqlar, ədədimizi bir də oxuyuruq. 4 trilyon 124 milyard 578 milyon 901 min 243. Deməli, bu oldu bizim siniflər. Neçə dənə sinif var burada? 1, 2, 3, 4, 5. 5 dənə sinif varmı? İndi bu hər sinifdə də 3 dənə rəqəm var. Baxın, 3 dənə rəqəm. Bunlar uşaqlar, hər biri adlanır mərtəbə. Yəni, mərtəbə. Yüzlük mərtəbə vahidi, təklik mərtəbə vahidi. Baxın, bunlar hər biri bu sinifin içində olanlardan gedir. İndi burada baxırıq. Baxın, biz əvvəl uşaqlar tutaq ki 243. İbtidai sinifdə belə bir ədəd yazırdıq. 3 rəqəmli ədəd. Bunu necə oxuyurduq? 243. Sonra nə deyirdik? Deyirdik təklik, onluq, yüzlük. Bunlar mərtəbələr idi da, düzdürmü? Baxın, bu da eyni şeydir. İndi biz burada təkliklər sinifində olan mərtəbələrin adını desək, nə deyərik burada? Təkliklər, onluqlar, yüzlüklər. Bax, təklik, onluq, yüzlük. Bu təkliklər sinifi mərtəbəsi oldu. İndi keçirəm, bir dəqiqə qələmin rəngini dəyişək, minliklər sinifi mərtəbəsinə. Baxın, minlik, 10 minlik, 100 minlik. Baxın, uşaqlar, yenə də deyirəm, minlik düşdü 1-ə. 10 minlik düşdü 0-a, 100 minlik də düşdü 9-a. İndi keçirik biz milyonluqlar sinifinə. Deməli, milyonluqlar sinifində olan mərtəbələrin adını çəkək. Milyonluq, 10 milyon, 100 milyon. Bax, milyon, 10 milyon, 100 milyon. Aydın oldu uşaqlar. Sonra bax, eyni qayda. Keçək burada yenə də milyardlıqlar sinifinə. Yəni, eyni qaydadır. Milyardlığı 4-dür. Yəni, buna tək milyard da deyə bilərsiniz, milyard da deyə bilərsiniz. 10 milyardı 2-dir, 100 milyardı 1-dir. Deməli, trilyonluqlar sinifində bir dənə trilyon var. Yəni, bizə desək ki, bu ədədi verilib. Bu ədədin 10 trilyonu neçədir? Axı, trilyon sinifində bir dənə rəqəm var. Düzdürmü? Deməli, 10 trilyonu yoxdur. 10 trilyonu olması üçün gərək bunun, bu ədədin 4-ün yanında bir dənə də rəqəm olmalıdır. Yəni, 4-dən əvvəldə. O zaman deyərdik ki, 10 trilyonu. Ancaq burada tək trilyon var, 10 trilyon yoxdur. Yadda qalar uşaqlar. İndi buranı silib, bir dənə də nümunə göstərək. İndi yazaq başqa bir nümunə uşaqlar. Deməli, indi başqa bir ədədimizi yazaq. Bir dəqiqə qələmin rəngini dəyişək. Yəqin ki, uşaqlar, ədədin oxunması qaydasını bildiniz. Düzdürmü? Yenə də indi burada bu ədədi də oxuyub göstərəcəm sizə. Deməli, ədədi oxuyarkən ilk öncə nə eləməliyik? Uşaqlar, siniflərə ayırmalıyıq. Yaxşı, hər sinifdə neçə rəqəm götürməliyik? 3 rəqəm götürməliyik. Deməli, baxın, 3 ayırdıq. Ancaq ən böyük sinifə 1 rəqəm də düşə bilər, 2 rəqəm də düşə bilər, 3 rəqəm də düşə bilər. İndi adlandırıram sinifi. Buradakı sinifin adı, ən kiçik sinifimiz nə idi uşaqlar? Təkliklər sinifi. Sonra nə idi uşaqlar? Minliklər sinifi. Sonra nə idi uşaqlar? Milyonluqlar sinifi. Daha sonra milyardlıqlar sinifi, trilyon sinifi. Sonra nə dedi uşaqlar? İndi ədədimizi oxuyaq. Deməli, ədədi oxuyarkən birinci ədədin adını çəkib sinifin adını deyirəm. 31 trilyon 234 milyard 564 milyon 567 min 894. Təkliyin adını çəkmirik sonda. Ədədi oxuyan zaman. Oxuduqmu? İndi keçirik. Dedik ki, biz hər sinifdə 3 dənə rəqəm olur. Düzdürmü? Bu rəqəmlər də nə adlanırdı? Mərtəbə. İndi yaxşı uşaqlar. Mən deyirəm ki, bu ədədin 10 milyonluq mərtəbə vahidi neçədir? 10 milyonluq. Baxın, bura yazıram. 10 milyon mərtəbə vahidi neçədir?
İndi yaxşı 10 milyon mərtəbə dedimsə, deməli uşaqlar, mən sinifdən danışmıram ki, sinifin içində olan rəqəmlərdən danışıram. Mərtəbə bu rəqəmlərdən söhbət gedir, düzdürmü? Yaxşı, nə deyirəm? 10 milyonluq. Deməli 10 milyon deyirəmsə uşaqlar, siz baxın milyon deyirəmsə, gəlib siz bu təkliklər sinifindən onu axtarıb tapa bilmərsiniz. Milyon deyirəmsə, baxırsınız milyonluqlar sinifinə. Baxın, milyonluqlar sinifi hansı sinifdir? Bax, bu sinif. Deməli, bu sinifdən 10 milyonluq neçə oldu? Baxın, 10 milyonluqlar dedikdə 4 milyon idi, sonra 10 milyon. İkinci yerdə duran ədədimiz 10 milyon idi. 100 milyon mərtəbə vahidini desəydik, götürərdik 5-i. Sonra, indi bunu silirəm burada. 10 milyonu bildik. İndi deyirəm ki, 10 trilyon. Yaxşı, mən 10 trilyon deyirəmsə, 10 trilyon mərtəbə vahidi neçədir? Tez biz gedib hansı sinifdən axtarmalıyıq? 10 trilyon deyirəmsə, trilyonluqlar sinifindən. Bir dəqiqə, bu niyə silindi? Deməli, 10 trilyonluq deyirəmsə, uşaqlar, gəlirik biz hara? Trilyonluqlar sinifinə. Trilyonluq sinifi də bax, budur. Burada birinci ədəd, trilyonluqlar sinifindəki birinci ədəd elə trilyon idi, 10 trilyon ikinci ədədə aiddir. Yəni, uşaqlar, təklik, onluq, yüzlük. Bu qaydada düşünün də. Burada birinci ədəd elə olur trilyonluq, ikinci ədəd 10 trilyon. Üçüncü ədəd olsaydı, deyərdik 100 trilyon. İndi deyirəm, mənlə bərabər siz özünüz də uşaqlar, videonu saxlayıb, birinci özünüz tapın, görək, düz tapdınızmı? Deməli, indi deyirəm ki, 100 milyard mərtəbə vahidi neçədir? 100 milyard. Deməli, 100 milyard deyirəmsə, gəlib mən hansı sinifə baxmalıyam? Milyardlıqlar sinifinə baxmalıyam da, düzdürmü? Tez gəldim milyardlıqlar sinifinə. Nə dedim? 100 milyard dedim da. Deməli, bu milyard idi. 10 milyard, 100 milyard. Deməli, 100 milyard oldu 2. Aydın oldu uşaqlar. Bax, belə düşünün də, məktəblə indi əlaqələndirək biz bu mövzumuza. Tutaq ki, bax, siniflər deyirik. Hər sinifdə 3 rəqəm var. İndi biz bu rəqəmləri şagirdlər kimi düşünək. Tutaq ki, mən deyirəm ki, uşaqlar, gedin 5A-da oxuyan Nəzrini çağırın. Yaxşı, mən 5A-da oxuyan Nəzrini çağırın deyirəmsə, sən gedib o Nəzrini 5B sinifindən tapa bilərsiniz uşaqlar. Tapa bilmərsiniz. Ona görə də hansı mərtəbəni, hansı sinifdə adını çəkirəmsə, o sinifdən axtarın. Məsəl üçün, mən 100 milyon deyirəmsə, 100 milyon. Milyonluqlar sinifi budur. Gəlib siz minliklər sinifindən 100 milyonu axtarmayın. Bəzən uşaqlar olur. 100 milyon deyirəm, gəlir baxırlar minliklər sinifinə. Deyir burada 5. Yox uşaqlar, yenə hansı sinifdən deyiriksə, gəlib o sinifdən axtarmalıyıq həmin mərtəbəni. Yadda qalarmı uşaqlar? Necə ki 5A sinifində oxuyan uşaqlar elə 5A-da olur, 5B-də oxuyanda 5B-də. Yəni burada da biz qarışdıra bilmərik bunları. Milyonluqlar sinifinin mərtəbəsi 1-dir, minliklər sinifininki 1, təkliklər sinifinin 1. Yəni hər sinifin mərtəbələri ayrı-ayrı olur. Aydın oldu uşaqlar. İndi 1-2 dənə də sual verin buna uyğun. Videonu saxlayıb özünüz tapırsınız, sonra yoxlayırsınız, görək düz tapdınızmı? Deməli, indi deyirəm ki, 10 minlik mərtəbə vahidi neçədir? 10 minlik. Tez hansı sinifə gedirəm? Minliklər sinifinə. Minliklər sinifinin 10-luğu hansıdır? 6-dır. Deməli, elə 10 minlik mərtəbə vahidi 6 olacaq. Yaxşı, deyirəm ki, milyardlıqlar mərtəbə vahidi neçədir? Milyard. Bax, demədim ki 10 milyard, 100 milyard. Sadəcə olaraq milyardın adını çəkdim. Yenə də tez gedirik milyardlıqlar sinifinə. Milyardlıqlar sinifində elə milyard hansıdır uşaqlar? 4-dür. 10 milyard desəydim 3-ü deyərdiniz. 100 milyard desəydim 2-ni deyərdiniz. Aydın oldu mu uşaqlar? Yaxşı, təklik mərtəbə vahidi neçədir desəm, tez gələrsiniz. Təklik mərtəbə vahidi elə bu 4-dür da, 4-ü götürərdik. Yəni, yüzlük mərtəbə vahidi desək,
gəlib yüzlüyü götürərdik. Yəni bu təkliklər sinifinə aiddir. Təklik, onluq, yüzlük. Bu sadəcə olaraq təkliklər sinifinə aiddir. Necə ki bunu ibtidai sinifdə biz keçirdik. Aydın oldu mu uşaqlar? Bu qədər, deməli, növbəti dərsdə verəcəm mövqeysiz say sisteminin izahını. Çünki video çox olmasın, yorucu olmasın. Hələlik uşaqlar sağ olun. İkinci videoda deməli, dediyim kimi, mövqeysiz say sistemini öyrənmək istəyən uşaqlar ikinci videonu gözləsin. Oldu uşaqlar, sağ olun, hələlik.